Bugün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib. Yeni Sabah AS məlumat verir ki, iclasda informasiya resurslarında yayılmış İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədovun mayın 9-da İmişlinin Sarxanlı kəndində faşizm üzərində qələbə günü münasibəti ilə təşkil olunan tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb. İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Salih Səmədovun İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunması, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması haqda qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması haqda tapşırıqlar verilib. Məlumat verdiyimiz kimi, İmişli rayonunun Sarxanlı kəndində 9 may qələbə günü tədbiri zamanı SSR bayrağı qaldırılıb. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədovun SSR bayrağı fonunda sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxışı birmənalı qarşılanmayıb. Bu haqda Unikala Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov açıqlama verib. Eks-nazir deyib ki, Salih Səmədovun bu addımı səhvdir. İmişli hara, Georgi lenti hara, SSR bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Öndər Hüseynli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə çaşıb. Mən belə fikirləşirəm. Misir Mərdanov Salih Səmədovun Türkiyə bayrağı ilə bağlı açıqlamasına da münasibət bildirib. O, bu açıqlamaya qələt edir deməklə kifayətlənib.